Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə boranı görünüşlü bulka reseptini bölüşəcəyəm. 1 stəkan ilıq süd, 1 çay qaşığı quru maya, 1 yemək qaşığı şəkər tozunu bir qabın içərisinə əlavə edib qarışdırıb 15 dəqiqə gözləyirik. Sonra üzərinə 100 qram bitki yağı, yarım çay qaşığı duz, 4 stəkan ələnmiş un əlavə edib xəmir yoğururuq. Hazırladığımız xəmiri 2 saat dinlənməyə qoyuruq. Vaxt tamam olduqdan sonra kündələrə bölüb üzərini dəsmalla örtüb 20 dəqiqə yenidən dinlənməyə qoyuruq. Bulkanın içliyini mən öncədən hazırlamışam. Bunun üçün biz ilk öncə xırda doğramış soğanı yağda qovururuq. Üzərinə qabığı soyulmuş, kubik şəklində doğranmış boranları əlavə edib birlikdə qovururuq. Bişib soyuduqdan sonra isə püre halına gətirirəm. Siz istəsəz zövqə görə istədiyiniz cemdən içlik kimi istifadə edə bilərsiniz. Videoda gördüyünüz kimi kündələrdən birini götürüb açıb mərkəz hissəsinə içli yerləşdiririk. Büküb iplə hördükdən sonra listə yerləşdirib üzərini örtüb yenidən 10 dəqiqə dinləndiririk. Digər kündələri də eyni qaydada hazırlayırıq. Üzərlərinə yumurta sarısı çəkib, bibərin saplağını orta hissəsinə yerləşdirib, öncədən isidilmiş 200 dərəcəli sobada üzəri qızarana qədər bişiririk. Budur, bulkalarımız artıq hazırdır. Hazırlayan hər bir kəsə nuş olsun. Bugünlük də bu qədər əziz izləyicilər. Videonu bəyəndinizsə bəyəni düyməsini basmağı və kanalıma abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Yeni videolarda görüşənə qədər. Hələlik.